Salam dostlar, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte 18 May tarixində Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən 6-cı sinif monitoring riyaziyyatın C variantının izahına baxacağıq. Gəlin başlayaq. 51-ci suala nəzər yetirək. Biraz yaxın. Aha. 51-ci sualda deyir ki, Cəmil dayının çiçəklərini əkdiyi düzbucaqlı formada bağçanın eni 15 metr, uzunluğu isə 25 metrdir. O, bağçanın enini artırmaqla onu kvadrat formalı etmək istəyir. Bu halda bağçanın sahəsi neçə kvadrat metr olacaq? Deməli, əvvəlcə bizə düzbucaqlı şəklində verərkən eninin uzunluğunu veribdir, düzbucaqlının. Həmin düzbucaqlının sahəsini tapmalıyıq. Çünki neçə kvadrat metr artacaq deyil. S bərabərdir A vurulsun B-yə. Yəni o da bərabərdir 15 vur 25-ə. 15-də 25-ə vurarkən 375 edir. Bundan sonra isə kvadratı, əgər biz bunu kvadrat eləmək istəyiriksə, necə edə bilərik? 25-i biz qısalda bilərikmi? Xeyr, 25-i qısaltmamalıyıq. 15-i amma artıra bilərik. 15-i 10 vahid artırsaq, olacaq 25. Beləliklə, eni də 25 metr, uzunluğu da 25 metr olacaq və bütün tərəflər bərabər olduğu üçün kvadrat fiqurunu əldə edəcəyik. Yəni ki, yeni sahə bu S düzbucaqlı idi. İndi isə S kvadratı tapırıq. S kvadratda bilirik ki, bütün tərəflər bir-birinə bərabər olduğuna görə A-nın kvadratı, yəni A vurulsun A-ya bərabərdir. O da 25-in kvadratı, 25 vur 25 edir 625 kvadrat metr. Bizə bunların arasının nə qədər artdığını soruşur. Nə qədər artdığını da tapmaq üçün kvadratın sahəsindən düzbucaqlının sahəsini çıxacağam. 625 kvadrat metr çıxılsın 375 kvadrat metr bərabərdir 0, 5, 2. 250 kvadrat metrə. Yəni ki, C variantı olacaq cavab. İndi isə 52 nömrəli suala baxaq. Biraz uzaqlaşdırım. Deyir ki, X və Y düz mütənasib kəmiyyətlərdir. A üstəgəl B cəmini tapın. Düz mütənasib kəmiyyətlərdə nə olurdu? Ədədlərin nisbəti eyni olurdu. Yəni K bərabər olurdu Y böl X-a. 52. K bərabərdir K yazmadım. K bərabərdir Y böl X. İndi hər birində məsələn X-in yerinə 12 qoyubdu, Y-in yerinə də 36 qoyubdu. 36-nı 12-yə bölməklə biz K-nı tapa bilərik. Digərlərində də yoxlaya bilərik. 7,2-ni 2,4-ə bölməklə. Əlbəttə ki, amma K dəyişmədiyinə görə hansında yoxlasaq eyni çıxacaq. 36 bölünsün 12-də bərabərdir 100-ə. Deməli, K bərabər imiş 100-ə. Və bizə deyir ki, A üstəgəl B cəmini tapın. Sütunda bir hissədə X-daki B-nin qiymət verilməyib. Bir digər hissədə də Y-dəki A-nın qiymət verilməyib. Buna görə də birinci yuxarıdan X-dan başlayaq, yəni B-nin qiymətindən. B bərabərdir
Bildiğimiz kimi nisbət 3'dür. Y böl. Bir dakika. Ha, y 63'dür. K y 63, k 3. 63'ü 3'e bölersek bir dakika zahmet olmasın. Eder 21. Deməli B'nin qiyməti 21'dir. Növbəti olaraq A'nın qiymətini tapaq. A bərabərdir 25 vurulsun 3. Çünki Y bölünən olduğuna göre gördüğünüz gibi bölünəni tapmaq üçün vururduq. 25'i 3'e vuranda 75 edir. Bizden de bunların cəmini istəyir. 75 plus 21 beraber olacak 96'ya. 96 A variantı. İndi 53 nömrəli sualımıza baxaq. Deyir ki, sadələşdirin. -3 yazıram bura. -3 vurulsun. A çıx 2B. Üste gel. 4 vur. A üste gel 5B. Aha. Bəli, düzgün yazıq. İndi burada neyse orada düzgün cevabı işaretlemək üçün qayıdarıq. Bu 53 nömrə çalışmadı. Deməli burada ortak vururuq birinci ifadəmizdə. Gördüğünüz kimi -3'dür. -3'ü mötərizənin içərisindəki bütün ədədlərə vurmalıyıq, dəyişənlərə vurmalıyıq. -3'ü müsbət A'ya vursaq, yəni mənfi müsbətə vursaq mənfi alınır. -3A. -3'ü -2'ya B'ye vursak müsbət alınır. Çünkü mənfiyə vurduqda müsbət alınır. Üste gel 6B. Plus 4'ü müsbət A'ya vursaq 4A eləyir. Müsbət 4'ü müsbət 5'e vursaq 20B eləyir. Bərabərdir. İndi eynilərin altından xətt çəkək. -3A ilə -3A 4A eynidir. -6B 20B eynidir. Deməli -3A üstə gəl 4A'da biri müsbətdir, biri mənfi. Böyükdən kiçiyi çıxırıq, böyüyün işarəsini götürürük. 4A çıxılsın 3A A'ya bərabərdir. 4A da müsbət olduğuna görə müsbət A yazırıq. İndi üstə gəlmi çıxma yazacağıq. B'nin karşısındaki işarətdən müəyyən edəcəyik. Müsbət 6B, müsbət 20B. Müsbət 6B ilə müsbət 20B-nin də cəmi müsbət 26B deyər. Yəni ki, A üstə gəl 26 olur. A üstə gəl 26B olacaq B variantı. Deməli, növbəti səhifəmizə keçək. Deməli, 54 nömrəli sualdan davam edək. Sami'nin həftə ərzində ekran qarşısında keçirdiyi vaxt diaqramda təsvir olunmuşdur. Sami'nin həftənin neçə günündə ekran qarşısında 1 saatdan çox vaxt keçirmişdir. Bunu ümumiyyətlə bu hissəyə yazmağa ehtiyac yoxdur. Üstündə işləyəcəyik. Deməli, diaqramımızı görürük. İtirilən vaxt saatla. Burada məsələn 0,5 saat nədir? 1 saatın yarısı, yəni yarım saat, 1 saat, 1 saat yarım, 2 saat və 2 saat yarım. Bizə deyir ki, 1 saatdan çox vaxt ayırıbdır. Deməli, bazar ertəsi yarım saat vaxt ayırıbdır. Çərşənbə axşamı yarım saatla 1 saat arası vaxt ayırıbdır. Çərşənbə 1 saata az qalmış müddət ərzində eləyib. Cümə axşamı artıq 1 saat keçibdir və 1 saat yarıma doğru irəliləyir. Yəni 1 saatdan artıq olduğuna görə seçirik cümə axşamını.
Ondan sonra cümle 1 saat yarım oynayıbdı. Bunu da seçirik. Şənbə 2 saat oynayıb. Bunu da seçirik. Bazar 1 saat yarımla 2 saat arası oynayıb. Bunu da seçirik. Cəmi 4 tane oldu. C variantı. İndi isə keçək 55 nömrəli çalışmaya. X bərabərdir 4 və Y bərabərdir -3 üçün A bərabərdir 2x plus y. B bərabərdir 3x çıxsın y və C bərabərdir x vurulsun y ifadələrinin qiymətlərini müqayisə et. Deməli, nömrə 55. X 4, y -3 bir dəfəlik yerinə qoyaq. A bərabərdir. Aha. Dört vur 2 plus -3. 4 vur 2 8. 8 üstə gəl -3. Bərabərdir. Müsbət mənfiyə mənfi eləyir. 8 çıx 3 bərabərdir 5'ə. Aha, B'ye baxsaq. B bərabərdir. Deməli, 3 qısıq y. Yəni 3 vur 4 çıxsın -3. 3'ü 4'e vursaq 12 eləyir. 12 vur -3. Mənfini mənfiyə vursaq müsbət eləyir. Yəni bərabər olacaq. 12 üstə gəlsin. 3'ə bu da eləyir 15. C de x, y hasildir. C bərabər olacaq. 4 vurulsun -3 müsbət mənfiyə eləyəcək mənfi 12'ye bərabərdir. Hansı müqayisə eləməliyik bunları? Deməli, ifadələrin qiymətlərini müqayisə edin. Mənfi, baxın, hamısı müsbətdir, bir dənə C mənfidir. Mənfi onsuz da bilirik ki, müsbətlərdən kiçikdir deyə ən kiçiyi C'nin qiyməti olacaq. C kiçikdir. A 5'dir, B 15'dir. 5 ilə 15'in müqayisəsində əlbəttə ki 15 daha böyükdür. Yəni ki A böyükdür C'dən, A'dan da böyükdür B. İfadəmiz bu halda alınacaq. O da olacaq A variantı. İndi isə 56 nömrəli çalışmamıza keçək. Aha. 56. sualda deyir ki, şəkildəki yarımçevrə eni 5 cm olan düz bucaqlının tərəflərinə toxunur. Buna görə yarımçevrənin diametri neçə santimetrdir? Ölçü vahidlərinə baxmalıyıq. Birinci gördük ki, eynidir, deməli problemi yoxdur. 5 santimetr bu düz bucaqlının enidir verilibdir. Bunun 5 santimetri çevrəmizin deməli radiusuna bərabərdir. Yəni radius bərabərdir 5 santimetrə. Bizdən diametr istəyir. Diametr 2 vurulsun radius, yəni 2 vur 5 10 santimetr olacaq. Doğru variant D bəndi. İndi isə keçərik 57 nömrəli çalışmaya. Yetinci sualda nə deyir? Düzbucaqlı formasında bağçanın eni 18 metr, uzunluğu 24 metrdir. Bu bağçanın ətrafına bərabər aralıqla ən az neçə ağac əkilə bilər? Ötəridə də bildirilib ki, bağçanın hər 4 küncünə ağac əkmək şərti ilə. Bizə ən az deyir, ona görə neyləyirik? Əboblarını tapırıq bədənin ən böyük ortaq bölənlərini. Əbob 18 və 24.
Evklid üsulu ilə əlilsəm, ortaq vuruqları bu ədədlərin ən çox bildiyimiz kimi 6'dır. 6 vurulsun. Əbob 3, 4. 3, 4 qarşılıqlı sadə qaldı deyə əboblar 1'ə bərabər olacaq. Əvvəldə 6 var idi. Həm 6 vur 1, 6 edir. Deməli, əbob bərabərdir 6'ya. Və bizə verilmişdi ki, n 18 metrdir. Uzun 24 metr. 18 metri bölsəm 6'ya eləyəcək 3. 24 metri bölsəm 6'ya eləyəcək 4. Deməli, bir dəqiqə. Ondan sonra isə bizə lazımdır ki, bu ədədlərin perimetrini tapaq. Yəni ki, 4 ilə 3'ün perimetri. P bərabərdir 2 vurulsun 4 üstə gəl 3. Yəni 2 vur 7, bu da eləyir 14 metr. 14. Deməli 14 dənə ağac ekmək olarmış. Olacaq C variantı 14. İndi isə keçək növbəti səhifəmizə. Deməli, davam edək 58-ci sualda. Deyir ki, Zeynəb kitab oxumağa başladı. O birinci gün kitabın 40 səhifəsini, ikinci gündən başlayaraq növbəti günlər isə hər gün 14 səhifə oxudu. Aşağıdakı riyazi ifadələrdən hansı Zeynəbin x gün sonra oxuduğu səhifəni qeyd edir? Deməli, birinci gün 40 səhifə oxuyubdu. Növbəti günlər nə qədər oxuyubsa 40 plus oxuyubdu da. Çünki əvvəlcədən 40 səhifəni oxumuşdu, bizə verilibdi. Növbəti günlər 14 səhifə oxuyubdu. 14'ü vuracağıq oxuduğu gün sayına. Oxuduğu gün sayına baxaq görək neçədir. Deyir ki, oxuduğu gün sayı x-dır. Deməli 14'ü də vuracağıq x-a. 40 üstə gəlsin 14 x. Yəni B variantı. İndi isə keçək 58 nömrəli çalışmaya. Bu hissəni silim. 58-ci sualda deyir ki, iki velosipedçi ayrı-ayrı şəkildə təsvir olunan dairəvi yolda hərəkət edirlər. Hər iki dairənin mərkəzləri arasındakı məsafə 75 metrdir. Birinci yolun radiusu 30 metr, ikinci yolun radiusu isə 20 metrdir. Bizə birinci yol və ikinci yol veriblər. Radiusları göstərilib ki, bura 30'dur. Bura 20'dir. Və aralarındakı məsafə 75 kilometrdir. İndi sualda 75 metrdir. Yəqin ki, kilometr olmamalıydı burada. Çünki variantlarda da metrləndir, sualda da metrlə yazılıbdır. Səhvə yol veriblər. Aha. Amma sualda heç bir səhvlik yoxdur. Deməli, bura 75'dir. Bura 30'dur. Bura 20'dir. Deyir ki, buna görə aşağıdakilərdən hansı doğrudur? A variantını oxuda. İki velosipedçi bir-birinə ən az 20 metr məsafəyə qədər yaxınlaşa bilərlər. Əgər belə fikirləşsək ki, birinci velosipedçi geriyə gedəsi deyil. Desək ki, dayandı. İkinci velosipedçi də getdi. 20 getdi, çevirən kənarında dayandı. Və yaxud da ki, elə gəldi bu hissəyə kimi. Bu hissədən kənara çıxa bilməz ki? Xeyr. Onda nə olacaq? Ən az 30 metr məsafəyə kimi gəlmiş ola biləcək. 20 metr məsafəyə kimi yox. Ona görə A variantı yanlışdır. B variantına baxsaq, iki velosipedçi arasındakı məsafə 10 metr ola bilər. Deməli, iki velosipedçi arasındakı məsafə xeyr 10 metr ola bilməz. Çünki elə dedik ki, ən az 30 metr olursa 10 metr olma ehtimalı yoxdur. C variantında iki velosipedçi bir-birindən ən çox 125 metr uzaqlaşa bilərlər. Ortada əgər biz onu nəzərə alsaq ki, birinci 30 idi, düzdür? İkinci dayanıbdı, birinci gəlib burada dayanıb. Bura kimi 30 olubdu. Amma daxilən bu 30'u ayrıca üstünə gəlməyəcək. Çünki 70'ə daxildə 30. Buradakı 30 ayrıca üstünə gələcək.
Yani ki 75'in üstüne geleceğim. 30'u üstüne geleceğim. 25'i. Yani ki bir dakika. Birinci yol Safiye. Ha, 30 oldu. 75 oldu. 105. 105 plus da bunu da 20 olarak saysak, yine buradaymış gibi saysak. Bura daxildir. Buranı saymayacağım. Ayrıca 20. 105'in de üstüne 20'ni gelsem eləyəcək 125 bayaq saçıb 25 yazdım. Deməli doğru olacaq C variantı. Deməli 2 və 65 arasındakı məsafə 140 metr ola bilər. Ən çox 125 metr uzaqlaşa bilərsə 140 metr olma ehtimalı yoxdur. Aha. Gəlin silək. Növbəti səhifəyə keçək. 60-cı sualda kvadrat formalı zərfin bir üzünün sahəsi 100 kvadrat santimetrdir. Bu zərfə yerləşdirilən diskin sahəsi ən çox neçə kvadrat santimetr ola bilər? P-ni yuvarlaq olaraq 3 götürmüşük. Deməli, əgər bu zərfin deyirsək ki, üzünün sahəsi 100 santimetrdir, kvadrat formalıdır. S kvadratda A kvadratına bərabərdir, o da edir 100. A-ya bərabərdir, neçəyə vuranda? 100 edir, 10-a vuranda 100 edir. Yəni, diskin sahəsi ən çox neçə kvadrat santimetr ola bilər deyil. Əvvəlcə bu 10 hündürlük olacaq, çünki zərfin tərəfidir. H, yəni hündürlük 10 santimetrdir. Sahəsi ən çox neçə olar deyir. Deməli, sahəsi ən çox neçə olar deyir. Bu da bilirik ki, S oturacaq bərabərdir 2 pi r-ə. Və H hündürlüyü 10'dursa, məsələn, bu kvadrat tamamladı, neysə. Bu kvadratdır. Hündürlüyü 10'dursa, burası çəkilən çevrənin radiusu onun yarısı olacaq. Düzdür? Yəni 5 santimetr. Radius 10 bölü 2 bərabərdir 5 santimetre. Sonra buradan da 25'i vuracağım 3'e, eləyəcəyin isə 75. Pi r kvadratdır bu. 2 lazım olmadı. Nə vaxt 2 lazım olacaq? Oturacaqlarının desə. Çünki 1 oturacağını tapırıq. Pi r kvadratı, o da bərabərdir 5'in kvadratı 25. Pi'ni də yuvarlaq 3 götürdük, elədi 75. Yəni D bəndi. 60 nömrəli sualın həlli bu cürdür. İndi 61'ə baxaq. 61. sualda deyir ki, Gülzar xanım 75 nəfərlik ailəsinin bir həftəlik meyvə ihtiyacı üçün bazardan müxtəlif meyvələr aldı. Onun aldığı meyvələrin miqdarları və qiymətləri haqqında aşağıdakı məlumatlar verilmişdir. 3 kilogram alma, hər kilogram 1.20, 2 kilogram mandalin yazmaq istəyirlər. Hər kiloqramı 1.50, 2 kilogram portakalın kilogram 1.60, 1 kilogram armudun kilogramı 1.80, 1 kilogram kivinin de kilogramı 2.90. Biz burada ne itirik? Aldığı meyve bize deyir ki, bu ailədə adam başına düşən bir həftəlik meyvə ihtiyacının xərci orta hesabla neçə manatdır? Deməli, 3 kilogram almanı 5 nəfərlik ailəsi üçün al. Məsələn, bizə gəl bunları cəmləsək, yəni 1.20, 1.50, 1.60, 1.80 və 2.90 cəmləsək, bölsək bu ailənin sayına, cevabı taparıq ki 2,9 manatdır.
Yəni ki, C variantı olacaq düzgün cavab. İndi 62-ci suala baxırıq. Tənliyi həll edin. Olduğu kimi yazın. Tənliyi 2 vurulsun. Mərtəzi daxilində x çıxılsın 5 üstə gəl 7 bərabərdir 14-ə. 2 müsbət 2-ni müsbət x-a vursaq müsbət 2x, müsbət 2-ni mənfi 5-ə vursaq mənfi 10. Üstə gəlsin 7 eləyəcək 14. Mənfi 10 üstə 7-yi gəlsək böyükdən kiçiyi çıxıram, ondan 7-ni çıxıram 3. Böyüyün işarəsini götürürəm, yəni mənfini 2x çıxılsın 3 bərabərdir 14. 2x bərabərdir mənfi 3 bərabərdir. Digər tərəfinə keçdikdə müsbət 3 olur, yəni 14 üstə gəlir 3 17. X da bərabərdir 17 bölünsün 2-yə. 17-ni 2-yə böldükdə 8,5 edir. Yəni doğru variant B variantıdır. Yazaq bura B variantı 8,5. İndi isə növbəti səhifəmizə keçək. Aha, 63-cü sual. Ədəd oxunda biraz yaxınlaşdım. Ədəd oxunda 72,53 onluq kəsrə hansı natural ədədə daha yaxındır? Yazırıq 72,53. Yuvarlaqlaşdırma edəcək. 2-dən sonra onda birlərə baxırıq 5 gəlir. Deməli 5-də növbəti mərtəbəyə keçmək olduğu üçün 73-ə yuvarlaq olur. Deməli 73 daha yaxındır B variantı. İndi isə keçirik 64 nömrəli çalışmamıza. 2012-ci ildə bir mağazalar şəbəkəsində 7 filialı var idi və bundan sonra hər il 4 yeni filial açıldı. Digər mağaza şəbəkəsi isə eyni il 13 filial var idi və bundan sonra hər il 2 yeni filial açıldı. 2012-ci ildən etibarən neçə il sonra bu iki şəbəkənin filial sayı eyni olar. Aşağıdakı tənklərdən hansı məsələnin həlli üçün uyğundur? Deməli, 7 filial var idi. Birinciyə hələ yazdım. 7 filial var idi və hər il 4 yeni filial açdı. Neçə il boyunca? Neçə il boyunca olduğu verilməyib. Yalnız yazılıb ki, 2012-ci ildən etibarən. Üstünə gəlirik ona görə neçə ili x olaraq götürürük. Məsuldur. 7 üstə gəl 4x. İfadəmiz bu oldu. Məsələn, 2025-ci ilə qədər idi. İfadəmiz 7 üstə gəl 4x oldu. Bərabər olacaq. Bir digərində də bu cür ifadəni yazacağıq. Sadəcə ədədlər fərqlidir. Bir digərində 13 dənə filial var idi və 2 yeni filial açıldı. Neçə il ərzində verilməyib. 2x olacaq. Çünki hər ikisi də eyni ilə vurduqda bərabər olacaq. Nəyə görə? Çünki əvvəlcə birincinin filial sayı ikincinin filial sayından çox idi. Amma il ərzində birinciyə daha çox filial açıldı. İkinciyə daha az, yəni birinciyə nisbətən onun 2-yə nisbəti qədər filial açıldı deyə x il sonra bir-birlərinə bərabərləşə bildilər. İfadəmiz bu şəkildə olacaq. Uyğun olur A variantı. Yəni 7 üstə gəl 4x bərabər 13 üstə gəl 2x-a. İndi isə gəlin 65-ci suala baxaq. Nə deyil? Lali lövhədə qeyd olunan ədədi 201-ə vurmalı idi. Lakin o sıfır unudaraq hesablamada 201 əvəzinə 21 yazdı və nəticədə 378 aldı. Lalə hansı nəticəni almalı idi? Deməli, əvvəla biz nə edirik burada? 201-ə vurmalı idi, amma 21-ə vurubdu. 378-i bölərəm 21-ə, ədədi taparam ki, hansı ədədi 201-ə vurmalı idi. Sonra həmin ədəddə vuraram 201-ə, taparam doğru variantı. Deməli, 378-i böləcəm 21-ə. 37-də 21 bir dəfə, 168-də 21 8 dəfə. Deməli, 18-ə vururdu. Hansı ədədi? 201-i. 201 vurursun, 18 alınır ifadəmiz. 201-də 18-ə vurduqda 3618 edəcək. Doğru variant olacaq D variantı. 6-cı suala baxsaq.
Vüqar 5 manat pul xərcləsə, onun qalan pulu 9 manatdan çox, 12 manatdan az olacaq. Vüqarın Y manat pul varsa, 5 manat xərclədikdən sonra qalan pulu üçün uyğun bərabərliyi yazın. Deməli, 5 manat pul xərcləsə, onun qalan pulu 9 manatdan çox, 12 manatdan az olacaq. Pulunu variantlarda gördük ki, yəni sualda görürük ki, Y ilə ifadə edibdir. Deməli, Y çıxılsın 5. Əvvəl Y manat pulu var idi, 5 manat xərclədi. Qaldı Y çıxılsın 5 manat pulu. Bu 9 manatdan çoxdur. Yəni 9 kiçikdir bundan. Amma 12 manatdan azdır. Deməli, bu ədəd Y çıxılsın 5 12-dən azdır. Bərabərsizliyimiz bu cür olacaq A variantı. İndi isə keçirik növbəti səhifəyə. Bəli, baxaq 67 nömrəli suala. 67 nömrəli sualda nə deyir? Biraz uzaqlaşdırım. Şəkildə ortaq hissəyə malik və ölçüləri 8/10 və 12/9 cm olan düzbucaqlar təsvir edilmişdir. Açıq boz rəngli hissənin sahəsi 93 kvadrat santimetr olarsa, tünd boz hissənin sahəsini tapın. Yəni, əslində biz buranı tam tapa bilərik. Amma bizə boz rəng lazım olduğuna görə, boz rəng yalnız burada. Nəyə görə? Bura nə rəngdir? Ağ rəngdir bura. Və yaxud da ki, bənövşəyə baxsaq, belə tapa bilərik. Amma biz ancaq bənövşəyə rəng lazımdır deyə belə eləyəcəyik. Və burada ağ rəngdir. Burada boz rəng. Deməli, burada 12-ni 9-a vuraram. Taparam buranın sahəsini. Sonra 93 çıxaram. Taparam nəyi? Buranın sahəsini. Tünd boz hissədir. Tünd boz hissə buranı nəzərdə tutur. Tapdım buranın hissəsini. Saxlayaram orada sahəni. Buranı taparam bütöv. Buranın bütöv sahəsindən çıxaram yarım sahəsini, yəni bu hissənin. Taparam S tünd bozu. Yəni həllimiz bu cür olacaq. Gedişatımız bu cür olacaq. İndi isə gəlin eləyək həmin gedişatımızı. Baxaq cavab necə alınır. 8'i S bərabərdir. Birinci bölüdə tapırıq. S bölü, yəni burada. 12 vurulsun 9. 2 vur 9 18. 1 vur 9 9 da 1 10. 108 kvadrat santimetr. Burada da 90 verilibdir. Yəni S kiçik kvadrat bərabər olacaq. 108 sıx 93'e. 5 15 olur bu da. Yəni 15 kvadrat santimetrmiş. S ortanı tapırıq. Yəni orta boylu olanı. 8 vurulsun 10 edəcək 80 kvadrat santimetr. Sonra 80 kvadrat santimetrdən S kiçiyi sıxacağıq. Yəni 15 kvadrat santimetri. Bu da edəcək 65 kvadrat santimetr. Cavab olacaq D variantı. İndi isə keçək 68 nömrəli çalışmamıza. Lövhəni təmizləyək. Nə deyil? Gəmiyə hər birinin çəkisi 2 ton olan metal bloklar yüklənməlidir. Yüksüz gəmi 50 tondur. Təlimata əsasən gəminin suyun üzərində qala bilməsi üçün yüklə birlikdə ümumi ağırlığı 75 tondan az olmalıdır. Bunu aşağıdakı bərabərsizliklərdən hansı ilə ifadə etmək olar? Burada X gəmiyə yüklənən metal blokların sayını göstərir. Aha, deməli 2 ton metal bloklar yüklənir. Yüksüz gəmidə 50 tondur. Yüksüz gəmi 50 tondursa və 75-dən deməli çox olmamalıdırsa 75 böyükdür. Yüksüz gəmi 50 tondur və Pilusda gəmiyə yüklənən metal sayı X-dir və 2 tonluq metal. Kürələr yüklənir 2x. 50 plus 2x kiçikdir 75-dən, yəni D bəndi uyğun gəlir. D. İndi keçək 69 nömrəli suala.
Nədir? Aşağıdakilərdən hansı iki düz xəttin kəsilməsi nəticəsində alınan bucaqların ölçüləri ola bilər? Baxın, görürük ki, buralar qarşılıqlıdır. Qarşılıqlar bir-birinə bərabər idi. Qarşılıqlı bir-birinə bərabər idi. Məsələn, adlandırma edəsək, buraya yazarıq A, buraya yazarıq A, buraya yazarıq B, buraya yazarıq B. B bərabər olacaq B-yə. A bərabər olacaq A-ya. B üstə gəl A bərabərdir 180-ə. B üstə gəl A bərabərdir 180-ə. Deməli, elə ədədlər olmalıdır ki, ikisi bərabər olmalıdır, ikisinin isə cəmi 180 olmalıdır. A variantına baxsaq. 80 üstündən 110 gəlsəm 170 dərəcə edir. 80 üstündən ümumiyyətlə eyni olan var. 80, 110, 70, 100 dərəcələrdir. Eyni olan yoxdur. A variantını ona görə başdan elədim. B variantında 25, 25, 150, 150 oxşur ki bu variantdır. İndi bax görək ikisinin cəmi 180 dərəcə eləyə bilirmi? 25 dərəcənin üstünə 150 dərəcəni gəlirəm. Eləyir 175 dərəcə. 180 dərəcə alınmadısa B variantının olması mümkün deyil. C variantına baxsaq. Yenə də 40 dərəcə, 40 dərəcə, 140 dərəcə, 140 dərəcə. Bu da oxşur. Bax görək 180 dərəcə alınırmı? 40 dərəcənin içinə 140 dərəcəni gəldikdə bəli 180 dərəcə alınır. Cavab alacaq C variantı. D variantına da baxırıq. 60 dərəcə, 30 dərəcə, 90 dərəcə, 180 dərəcə. Hər biri müxtəlif dərəcələrdir. Buna görə də variantı mütləq şəkildə səhv alacaq. Düzgün cavab oldu C variantı. İndi isə keçək növbəti səhifəyə. Deməli, bizə deyir ki, 70 nömrəli çalışmada aşağıdakı figürlərdən hansılarının 4 simmetriya oxu var. Buna baxsaq, belə bölsək simmetrik olur. Belə bölsək simmetrik olur. Belə bölsək simmetrik olur. Belə bölsək simmetrik olur. Tam mərkəzdən çəkə bilmədim. Belə, belə, belə və belə. Aha, eynən budur. Bir dənə rəngi dəyişəndi. Bir dənə, iki dənə, üç dənə və 4 dənə simmetriya oxu oldu. A-nı götürürük. Növbəti. Üst bucağı belə bölə bilərik, belə bölə bilmərik. Belə bölə bilmərik. Belə bölə bilmərik. Çünki bu uc belə bölərsək ya da belə bölərsək fərqi yoxdur. Bu uc yalnız bu tərəfdə olur, bu tərəfdə olmur. Baxaq görək neçə dənə olur? Bir dənə, iki dənə. Deməli, B-ni götürə bilmərik. C-yə baxaq. Belə yarıya bölərik, doğrudur. Belə bölərik, doğrudur. Amma artıq biz belə bölə bilmərik. Çünki bərabər olmaz. Burada daha çox düşür, burada daha az düşür. Burada daha az düşür. Saysaq. Bir dənə. İki dənə. İki dənə olur. Yəni C variantında ələyirik. D variantına baxaq. Belə bölə bilirik. Bir dəqiqə mən tezdən çəkim. Belə bölə bilirik. Belə bölə bilirik. Belə bölə bilirik. Belə bölə bilirik. İndi bax görək neçə dənə oldu. Bir dənə, iki dənə, üç dənə, 4 dənə. 4 dənə oldu. D variantına getiririk. Olur A və D. Yəni A bənd. İndi isə gəlin 71 nömrəli çalışmamıza baxaq. Buradan artıq açıq suallar başlayır. 71-ci sualda deyir ki, bir bağban öz planına əsasən əlindəki məftil toru istifadə edərək tərəfi 12 metr olan bərabər tərəfli üçbucaq formalı bağçanın ətrafına hasar çəkə bilər. Daha sonra bağban fikrini dəyişərək bağçanın kvadrat formalı olmasına qərar verdi. Bu zaman o eyni məftil toru istifadə etməklə kvadrat formalı bağçanın ətrafına hasar çəkdi. Kvadrat formalı bağçanın sahəsi neçə kvadrat metr oldu? Deməli, əvvəl bərabər tərəfli üçbucaqda girdi. Tərəfi 12 idi. Baxın, məftilimizdir. Deyək ki, bura. Kəsi düzəltdi. Bərabər tərəfli üçbucaq. Və məftildə də hər hissəyə 12 düşdü. Sonra dedi ki, kvadrat formalı istəyirəm. Kvadrat formalı istəməsi üçün kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Də bilirik ki, asan olacaq tapmaq. Ümumini tapırıq. Əvvəlcə ümumi məftilin uzunluğu nə qədərdir?
12, 12, 12. 3 vurulsun 12. Eləyir 36. Kvadrat formasında düzəltsək 36-nı. Təsəvvür edirik ki, nə perimetri 36-dır. Onda 4A bərabər olacaq 36-ya. A da bərabər olacaq 9-a. 9 oldu. Yəni bu kvadrat formaya baxsanız sahilini soruşur. Tərəflər 9-dursa S sahə bərabərdir kvadratda A kvadrat, yəni A vur A. 9'u 9'a vurduqda da edir 81. Cavab oldu 81. Açıq sualdır deyə burada yazaq cavabını. 81. Deməli 72-ci suala baxaq. Aha. Bar qrafda iki sütunlu diaqram. 4 il ərzində bar qraf iki sütunlu diaqramdır. 4 il ərzində bir musiqi məktəbində təhsil alan şagirdlərin sayı haqqında məlumat təsvir edilmişdir. 2021-ci ildə bu musiqi məktəbindəki oğlanların sayı 2023-cü ildə musiqi məktəbindəki qızların sayından neçə nəfər çoxdur? Elə üstündə işləməli, sual üstündə işləyək. Deməli 2021-ci ildəki oğlanların sayı təyin olunur. 2021 oğlanlar mavi göylə işarələnib. 2021-də 70 nəfər oğlan var imiş. 2021-ci ildə oğlan yazırıq 70. Bir də 2023-cü ildə qız soruşur. 2023-cü ildə qırmızı rənglilərə baxsaq 50 nəfər qız var imiş. Deməli, bizə deyir ki, nə qədər çoxdur. 70-dən çıxacam. 50-ni eləyəcək 20 nəfər çox. Oxla işarələdim çox olduğunu. Cavab 20. Deməli, indi isə keçək növbəti səhifəyə. 73 nömrəli çalışmamıza baxsaq, ilk yarışında iştirak edən 48 şagirddən 12'si yarımfinal mərhələsində vəsiqə qazanmışdır. Yarışda iştirak edən şagirdlərin neçə faizi yarımfinalda iştirak edəcək? Burada cavab həll bu cür olacaq. 48 şagirddən 12'si yarımfinala keçibdir. 48 şagirdin bir şagird sayıdır, yəni 100%. 12 isə x faizdir. Tənasübdür. Düzmü tənasib, yəni çarpaz vururuq. 18'i x'a vururuq. 12'ni 100'e vururuq. 1200 x bərabərdir 1200 böl 48, yəni bu da idi. Ümumilikdə 25. Cavab olacaq 25 faiz. 75-ci sual. Göstərirəm 74 ortada qaldı. Mən səhvə 74'e yazmışam 25%. Buraya yazıram. 25%. 74'e de baxırıq. Deyir ki, müsabiqədə iştirak etmiş şagirdlər fənlər üzrə faiz göstəricisini diaqramda təsvir edilmişdir. Bu müsabiqə təbiət fənni üzrə 28 şagird müsabiqədə təbiət fənni üzrə 28 şagird istifadə etdiyinə görə, iştirak etdiyinə görə riyaziyyat fənni üzrə neçə şagird iştirak etmişdir. Deməli, hər fənnin rənginə uyğun verilibdir diaqramımız. Məsələn, sarı nədir? Sarı baxırıq ki, xaric edilir. Bu cür, yəni ki, bizə də verilib ki, təbiət fənni 28'dir. Təbiətə bax, görək hansı rəngdə. Təbiət bozdu, 14%. 14% 28'dirsə, bizdən riyaziyyat istəyir. Riyaziyyatda verilməyəndə. 14% 28'dirsə, üzr istəyirəm. Əksinə 28% 14'dürsə, onda riyaziyyat nə qədər olur? Ümumi 100% idi. 28 üstəgəl 14, 12, 42 üstəgəl 33, 75 edir. Yəni ki, 25%. 25% x-dir.
Çarpaz vursaq 14 x beraber olacaq 28 vur 25 x beraberdir 28 vur 25 böl 14. 28 dan 14 ixtisar gedir, qalır 1, qalır 2. 2-ni də vursaq 25-ə eləyəcək 50 nəfər. Sağ olacaq 50 nəfər. Və sonuncu sualımız olan 75-ci sual. Grafikdə dağın hündürlüyü və gölün dərinliyi təsvir edilmişdir. Gölün ən dərin yeri ilə dağın zirvəsi arasında neçə metr hündürlük fərqi var? Gölün ən dərin yeri, baxın bu mənfilər artıq gölçüsədir. Gölün ən dərin yeri buradır. Özü də qeyd edilibdir. Baxaq görək neçədir? Mənfi 300. Gölün ən dərin yeri mənfi 300 olacaq. Onda bir də bizə nə deyirdi? Dağın hündürlüyü, ən dərin yeri dağın zirvəsi. Zirvəsi də baxın yazılıbdır 500. Arasındakı fərqi soruşur bizdən. 500 sıxılsın, mənfi 300. Mənfini mənfiyə müsbət eləyir. Yəni 500 üstə gəlsin 300 alınır. Edir 800. Cavab oldu 800. 75-ci sualda. Bugünlük bu qədər dostlar. Əgər videomuzu bəyəndinizsə bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Qeyd edək ki, monitoring nəticəsini şərhlər hissəsində yaza bilərsiniz. Sağ olun, digər videolarda görüşənədək.